Əməkdar incəsənət xadimi Teyyub Axundov bir sıra məşhur filmləri lentə almış operatordur. İctimai televiziyanın efirində nümayiş olunmuş Vətəndaş A serialını yəqin ki, bir çoxunuz izləmisiniz. Bu serial Cəfər Cabbarlının Almaz piyesi əsasında çəkilib. Amma Vətəndaş A həmin əsərdən ilhamlanaraq çəkilən ilk ekran işi deyil. 1936-cı ildə piyeslə eyni adlı film yayımlanıb. Yeri gəlmişkən, Almaz Azərbaycan kinosunun sonuncu səssiz filmi hesab olunur. Sözü gedən filmin çəkilməsində yaxından iştirak etmiş şəxslərdən biri Teyyub Axundovdur. Onun həmin zaman cəmi 14 yaşı var idi. Teyyub Axundov çəkiliş proseslərinə operator assistenti qismində cəlb olunmuşdu. O qısa müddət kinostudiyada fəaliyyət göstərdikdən sonra 2-ci Dünya müharibəsinə yollanıb. Lakin operatorluq duyumu müharibədə də özünü göstərib. Teyyub Axundov döyüş bölgəsində əlinə keçən bir fotoaparatla əskər dostlarını, dağıdılan şəhər və kəndləri lentə alıb. Daha sonra həmin fotolar sənədli filmlərdə də istifadə edilib. Müharibədən sonra yenidən kinostudiyaya qayıdan Teyyub bəy gördüyü işlərlə tanınmış operatora çevrilməyə başlayıb. O ümumilikdə 25 sənədli, 17 bədii ekran əsəri, Mozalan kinojurnalına aid 8 filmdə çalışıb. Teyyub Axundov öz xatirələrində ən unudulmaz filmləri arasında onu bağışlamaq olarmını xüsusilə vurğulayıb. Onu bağışlamaq olarmı? Əməkdar incəsənət xadiminin operator olaraq çalışdığı filmlərdən biri də Şərikli çörəkdir. Baden-Baden'in mavi geceleri. Kızım sen gel. Baden-Baden'in mavi geceleri. Bildiyiniz kimi sözü gedən filmdə uşaq aktyorların sayı çoxluq təşkil edirdi. Lakin onlar kamera qarşısında sərbəst şəkildə rollarını canlandırmağı bacarmırdılar. Burada da operatorların peşəkarlığı və səmimiyyəti mühüm rol oynayıb. Teyyub Axundov Görüş, Tütək səsi, Sehirli xalat kimi ekran əsərlərində də iş başında olub.